Salam, hər vaxtınız xeyir. Şəhidlər haqqında bir dənə qəzəl yazmışam, onu sizlə paylaşmaq istəyirəm. İmkanı olan bir dənə takip atar, xahiş edirəm. Xalqımın milli qəhrəmanı nurlu üzdür o kəs. Düşmənin qorxulu röyası mübarizdir o kəs. Tək başına 45 erməni əskərini məhv eləyib. Ölüncə ürəklərində qalan bir izdir o kəs. Ürəyə bax bir ordunun üzərinə tək yeriyib. Ürəyə bax bir ordunun üzərinə tək yeriyib. Xalqımın göz bəbəyi, igiddir, barizdir o kəs. Allahın sevimli bəndəsi Seyyid övladı. Özü haqq tərəfdarı, əqidəsi düzdür o kəs. Hələm ilk şəhid generalın Polad Həkimov var. Birbaşa Zəngəzura açılan dəhlizdir o kəs. Dövlət Cəbrailzadəyə Allah rəhmət eyləsin. Qisas alan icidin bükülməyən dizdir o kəs. Kim ki şəhidlərə hörmət ehtiram göstərmir, şəxsən vətən övladı saymır, amma acizdir o kəs. Nə qədər şəhid varsa, hamısı doğmadır mənə. Bizim uğrumuzda gedibsə, elə bizdir o kəs. Sağ olun.